olacaq. Və beləliklə biz bugün inşallah ITIL version 4, yəni ITIL-in 4-cü versiyasının Foundation təliminə başlayırıq. Deməli, təlimin xüsusiyyəti necə olacaq? Biz Axel şirkətinin rəsmi Foundation version 4, ITIL-in 4-cü versiyasının Foundation kitabından istifadə edəcəyik və o kitabı hissə-hissə, yəni tərcümə edərək özümüzdə və eyni zamanda ora mənim əlavələrimi, izahlarımı qataraq mövzuları sizə inşallah izah edəcəyik. Hamısını, yəni heç bir səhifəsini buraxmadan, heç bir mövzusunu buraxmadan tam şəkildə inşallah kitabı oxumuş olacaq və videolarımızın sonunda, təlimimizin sonunda nə baş verəcək və biz rəsmi kitabı tam bitirmiş olacağıq və eyni zamanda Foundation, ITIL-in 4-cü versiyasının Foundation təliminə tam hazır olacağıq. Və beləliklə başlayaq, dediyimiz kimi heç bir hissəni buraxmadan 10-cu səhifədən başlayırıq. Amma digər üst səhifələrdə 9-cu və 1-ci səhifələrdə orada müəllifin ön sözləri falan ora girmirəm artıq. Və bizim növbəti mövzularda bizə önəmli yer tutacaq hissədən başlamaq istəyirəm. ITIL hekayəsi haqqında danışmaq istəyirəm. Deməli, bu nəşrdə təqdim olunan təlimat bütün növ təşkilat və xidmətlər tərəfindən tətbiq oluna və uyğunlaşdırıla bilər. ITIL anlayışlarının bir təşkilatın fəaliyyətlərinə praktiki şəkildə necə tətbiq oluna biləcəyini göstərmək məqsədi ilə, deməli, bu kitabda, ITIL Foundation kitabında bədii və eyni zamanda uydurma bir xəyali bir şirkətimiz olacaq və bu şirkətin ITIL səyahətini oxuyacağıq, görəcəyik. Deməli, bu şirkət nə şirkətdir? Bu şirkət Car Hire şirkətidir. Deməli, bu avtomobil icarəsi şirkətidir. Öz xidmətlərini müasirləşdirmək, müştəri məmnuniyyətini və müştəri sədaqətini artırmaq məqsədi ilə transformasiya prosesindən keçir və bunu ITIL yanaşması vasitəsilə həyata keçirir və keçirmək istəyir. Kitabın hər bir fəslində Axel şirkətinin əməkdaşları şirkətin xidmətlərini necə təkmilləşdirdiyini və bu məqsədə çatmaq üçün ITIL-in ən yaxşı təcrübələrindən necə istifadə etdiklərini izah edirlər. Yəni, biz mövzunu oxuyacağıq, başa düşəcəyik, əlavələrim olacaq, izah edəcəm həmin mövzunu və bu şirkətin əməkdaşlarının bu təcrübələri, ITIL-in bu təcrübələrini necə tətbiq elədiklərini praktiki şahidi olacaq. Bir balaca da bu şirkət haqqında danışaq. Deməli, Axel Car Hire şirkəti baş ofisi Seattle-da yerləşir. Qlobal bir şirkətdir. Şirkət 10 il əvvəl yaradılıb və hazırda Avropa, ABŞ və Asiya Sakit Okean regionu üzrə təxminən 400 əməkdaşı vardır. Demək, ilkin dövrlərdə şirkət sürətli artım tempi və yüksək müştəri məmnuniyyəti göstəriciləri fərqlənirdi. İlk 6 il ərzində təkrar sifarişlər ümumi bronların təxminən 30%-ni təşkil edib. Pay sahibləri isə böyük yüksək dividendlər əldə edirlər. Lakin son 4 il ərzində şirkət enmə dövrünə daxil olur, müştəri məmnuniyyəti göstəriciləri davamlı şəkildə azalıb, təkrar sifarişlər isə çox nadir hallarda baş verir. Rəqiblər isə bunun əksinə olaraq ənənəvi yerində qalmayaraq, yerində addımlamayaraq, ənənəvi avtomobil icarəsi modelinə nisbətən yeni və innovativ xidmətlər təklif etməyə başlayırlar. Məsələn, avtomobili paylaşımı, carpooling, sərnişin paylaşımı, rideshare və sürücüsüz avtomobillər kimi xidmətlər daha çox diqqət çəkməyə başlayıb, cəlb etməyə başlayıb eyni zamanda müştəriləri. Bundan əlavə, müştərilər artıq şirkətin xidmətlərində onlayn və mobil tətbiq interfeyslərini standart bir tələb kimi görməyə başlayıblar. Üzr istəyirəm, mən bu kursoru tərpədirəm, çünki ekran sönməsin, ekran sleep moduna düşməsin. Bu ayarları dəyişmək istəmirəm. Bu dəyişən bazarda Axel Car Hire şirkəti qeyri-müəyyən bir gələcəklə üzləşib. İdarə heyəti müştəri məmnuniyyətini artırmaq istəyir və
onlar həm də müştəriləri cəlb edib saxlamalı, həm də şirkətin maliyyə göstəricilərini yaxşılaşdırmalıdırlar. Buna görə də şirkət yeni bir CIO Henry'ni təyin edib, Chief of Information Officer bildiyimiz kimi. Henry rəqəmsallaşdırılmış xidmətlər sahəsindəki təcrübəsi və uğurlu geniş miqyaslı IT transformasiyaları üzrə rekordları səbəbindən seçilib. Yəni bu çox böyük bir background-a sahib bir əməkdaşdır. O rəqəmsal xidmətlərin təsirini yalnız müştəri məmnuniyyətində deyil, həm də işçi sədaqətinə və əməkdaşların şirkətdə qalma səviyyəsinə olan təsirini yaxşı anlayır. Deməli, Henry ilə qısa tanışlıq oldu və həmçinin Henry ilə daha digər əməkdaşların 4 Car-Hire şirkətinin əsas 4 əməkdaşı ilə tanış olaq. Beləliklə, Henry haqqında qısa bir məlumat verdik. Henry Car-Hire şirkətinin yeni baş informasiya direktoru olub. O uğurlu bir biznes rəhbəridir və dəyişikliklər etməyə tam hazırdır. Henry IT xidmətlərinin idarə olunmasında inteqrasiya olunmuş yanaşmaya inanır. Bəs bu nədir bu inteqrasiya olunmuş yanaşma nə deməkdir? Yəni təşkilatın bütün IT proseslərinin, alətlərinin və komandalarının bir-biri ilə uyğunlaşdırılmış, əlaqəli və koordinasiyalı şəkildə işləməsi deməkdir. Bu inteqrasiya olunmuş yanaşma. Digər əməkdaşımız Sue Car-Hire şirkətində ən uzun çalışmış əməkdaşlardan biridir. Səyahət təcrübəsi üzrə product managerdir, zəkalıdır, dəqiq işləyəndir və ətraf mühitə qarşı bir həssas olan bir mütəxəssisdir. Bu nəyə görə bu kitabda qeyd olunur? ITIL təcrübələrini tətbiq edərkən bu əməkdaşların hərəsinin bir yanaşması olacaq. Ona görə bu qədər detallı məlumat verir. Redika IT Business Analitikdir bu şirkətdə və onun əsas vəzifəsi şirkət əməkdaşlarının və müştərilərin istifadəçi tələblərini dərindən anlamaqdır. O maraqla araşdıran, enerjili və həm daxili, həm də xarici müştərilərlə müsbət münasibətlər qurmağa çalışan bir mütəxəssisdir. Redika əsasən araşdırma və planlaşdırma fəaliyyətləri ilə məşğul olur. Deməli, o ki, IT əməliyyatlarında az iştirak edir, çox sual verir, müştərilərin nümunələri, müştərilərin maraqları haqqında tez bir zamanda müəyyən etməkdə, yəni müştərilərin maraqlarını tez bir zamanda müəyyən etməkdə çox bacarıqlıdır. Keçək markaya. Marka bu şirkətdə IT xidmətlərini çatdırması, IT Delivery Manager olaraq çalışır. Proses yönümlü işləyir və müsbət xidmət münasibətlərini idarə etmək üçün ITIL çərçivəsində mütəmadi şəkildə istinad edir. Lakin Marko qarışıq, yəni blended və əməkdaşlığa əsaslanan collaborative, yəni bunlar terminlərdir, yəni narahat olmayın əgər bilmirsinizsə, növbəti fəsillərdə bu barədə danışacağıq. Xidmət idarə etməsi yanaşmalarını, yəni Marko qarışıq və əməkdaşlığa əsaslanan kollaborativ xidmət idarə etmə yanaşmalarına çox az məruz qalıb. Yəni bu sahədə təcrübəsi azdır. Yəni Marko daha çevik və komandalarla birlikdə işləməyə əsaslanan xidmət idarə etmə üsullarını çox az tanıyır və bu sahədə demək olar ki, təcrübəsi yoxdur. Beləliklə də şirkət haqqında tanış olduq, şirkətin əməkdaşları haqqında tanış olduq. İnşallah növbəti fəsillərdə nə baş verəcək, biz mövzuları öyrənəcəyik və bu mövzuların bu şirkətdə tətbiqini, praktik olaraq tətbiqini və eyni zamanda bu əməkdaşların bu tətbiqlə bağlı fikirlərini görmüş olacaq. Və beləliklə biz bu mövzunu tam bir şəkildə həm praktik, həm də nəzəri baxımdan öyrənmiş olacaq. İnşallah kitabın sonunda bütün kitabı bitirmiş olacaq və Foundation təliminə, ITIL-in 4-cü versiyasının Foundation təliminin sertifikat imtahanına hazır olmuş olacaq. İnşallah keçirik fəsil 1-ə, yəni chapter 1-ə, introduction, yəni tanışlıqdır və daha sonra belə davam edəcəyik. Oldu, dinlədiyiniz üçün təşəkkür edirəm, çox sağ olun.